Salam dəyərli izləyicilər. Mən Pro İngilis dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bugün sizlərlə belə bir sualın izahına baxacağıq. Choose the correct pronouns instead of the underlined nouns. Altından xətt çəkilmiş isimlərin əvəzinə uyğun gələn düzgün əvəzlikləri seçin. Şeyla poured all the water into the glasses. Şeyla bütün suyu stəkanın içinə tökdü. Göründüyü kimi all the water sayıla bilməyən isimdir. Deməli bizdə bu ismin əvəzinə tək əvəzlik seçilməlidir. Into the glasses isə glasses cəmdədir. Cəm ismin əvəzinə cəm əvəzlik seçilməlidir. Water üçüncü şəxsin təki it olmalıdır. Them və they olmaz. Niyə? Çünki onlar cəmdədir. Üçüncü şəxsin cəmi. Glasses isə söz özündən sonra işlənmişdir. Deməli bizdə şəxs əvəzliyinin adlıq halı yox, obyekt hal forması lazımdır. Yəni they yox, them tələb olunur. Düzgün cavab olacaq Y variantı. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 8691 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlığımız buraxılış, blok, MİQ, sertifikasiya və magistr istiqamətindədir. Bu tip videoların daha çox qarşınıza çıxmağını istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Daha ətraflı dərs və test izahlarına baxmaq istəyirsinizsə, kanalın biosundakı YouTube linkinə keçid edə bilərsiniz.